Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına, eyni zamanda quruculuq, abadlıq işlərinin aparılmasına göstərdiyi diqqət və qayğının nəticəsi olaraq, Sumqayıtda mövcud olan problemlərin aradan qaldırılması istiqamətində iri həcmli infrastruktur layihələr həyata keçirilir. Ölkəmizin hər yerində olduğu kimi Sumqayıt şəhəri də yeni inkişaf mərhələsini yaşayır. Son 3 ayda Sumqayıtda quruculuq, abadlıq işləri geniş vüsət alıb. Şəhərin ümumi görkəminə xələl gətirən obyektlərin fasadlı ağlay daşlarla üzlənir. Bu kimi işlər şəhərin Çerkasi küçəsində zövqlə və peşəkarlıqla yerinə yetirilir. Təxminən 5 kilometr məsafəsi olan küçənin abadlaşdırılmasına start verilib. Hazırda Çerkasi küçəsinin bir hissəsinə müasir asfalt örtüyü çəkilib və bu proses uğurla davam edir. Yolun hər iki tərəfində olan sahibkarlıq obyektlərində üzlənmə işləri sürətlə aparılır. Artıq bu istiqamətdə xeyli iş görülüb. Şəhər rəhbərliyinin tapşırığına əsasən hal-hazırda küçə boyu yerləşən sahibkarlıq obyektlərinin təmirinə başlanmışdır. Çerkasi küçəsində demək asfalt örtüyü yenilənəcək, trotuarlar yenidən qurulacaq, abadlaşdırılacaq, lazım olan yerlərdə qazon əkiləcək. Bütün küçə boyu yerləşən obyektlər müasir üslubda yenidən qurulacaqdır. Küçənin abadlaşdırılması zamanı yol boyu səki daşlar da yenilənəcək, piyada keçidləri qoyulacaq və Sumqayıt şəhər icra hakimiyyəti tərəfindən yola müasir asfalt örtüyü döşənəcək. Gənclər şəhərində aparılan abadlıq işləri ilə paralel olaraq bir sıra ərazilərdə qanunsuz tikililər də aradan qaldırılır. Ümumiyyətlə şəhər arasında memarlıq hərci mərciliyinin qarşısı uğurla alınır. Sumqayıt şəhər icra hakimiyyəti başçısının tapşırıqlarına əsasən Sumqayıtın Nəriman Nərimanov küçəsində Nizami Kinoteatrının qarşısında tikilən obyektlərin sökülməsinə başlanılıb. Xüsusilə vurğulayaq ki, bir müddət əvvəl kinoteatrın qarşısının qeyri-qanuni zəbt olunduğunu, sakinlərin də haqlı narazılığına səbəb olan tikili barədə çəkib siz tamaşaçılara təqdim etmişdik. Şəhərin 2-ci mikrorayonunda yöndəmsiz yarım tikilinin kinoteatrın yolunu tamamilə bağladığını, bu azmış kimi ərazinin sahibkar tərəfindən qeyri-qanuni zəbt olunduğunu bildirmişdik. 10 metrlərcə uzanan tunelin formasında tikilən obyekt nəinki şəhərin estetik görünüşünü korlayır, hətta Sumqayıtın memarlıq və arxitekturasını təhqir etmiş olur. Bütün bunları nəzərə alan Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov bu kimi obyektlərin sökülməsinə qərar verib. Tapşırıqlara əsasən Nizami Kinoteatrının qarşısında olan ərazinin sözün əsl mənasını zəbt edən Mübariz Təmir Tikinti şirkətinin binası və ayaqqabı mağazası artıq sökülüb. Ümumiyyətlə şəhərin baş planına uyğun olmayan, estetik görünüşü korlayan, memarlıq baxımından yöndəmsiz bu cür tikililər heç bir tərəddüd edilmədən söküləcək. Sakinlər də bu cür obyektlərin sökülməsinə verilən qərardan razı qaldıqlarını, görülən bütün işlərin şəhərin inkişafına atılan məqsədyönlü bir addımın tərkib hissəsi olduğunu bildirdilər. Dünyanın hər yerində evlər altı mağazindir. Ancaq bizimkilər tək aktörlər tək ucaldıqlar belə. Bax, qeyri-qanuni obyektlər tikiblər bu formada. Sökülməyinə razıyıq. Allah razı olsun icra başçısından. O şəhərimiz abadlaşsın, park olsun, bağlarımız oynamağa yer olsun. Ay sağ ol. Bax, kinoteatrın qarşısı alınmışdı. Çox pis idi, çox pis. O kinoteatr bizim gələcəyimizdir. Bağlarımız baxar, maariflənər. Kinoteatrın qarşısına alınmış belə bir binanın tikilişi əlbəttə əvvəlcədən olmayaydı. Şəhərimizdə belə bir obyekt tikilib, böyük bir kinoteatrın qarşısına alınıb, söküntüsünə əla baxıram. Və hətta Fövqəladə Hallar İdarəsinin əməkdaşları gəlib burada akt bağlamışlar və bildirmişlər ki, sabah bu deməli kinoteatrda yanğın baş versə, onun aradan qaldırmaq qəti mümkün olmayacaq. Söküntü, təmizlik, abadlıq bu yaxşıdır. Səliqə sahman yaxşıdır. Cəmaatın gedişi, gəlişi üçün yaxşıdır. Bunu əvvəlcədən söküb təmizləmək lazımdır ki, bura açıqlıq olsun. Bura gəlib gedən istəyən kimi burada bilmir ki, nə var, nə yox. Məlumat üçün bildirək ki, ərazidə söküntü işləri başa çatdırıldıqdan sonra yol genişləndiriləcək və ərazi abadlaşdırılacaq. Nizami Rəsulov, Elbur İsmailov, Dünya TV.